olsun, hörmətli izləyicilər. Mən sizinlə bir video reels paylaşacağım. Deməli, bir neçə gün bundan qabaq Rövşən Süleymanzadənin görüşünə getdik. Sovqat payı apardıq və ondan bir neçə gün qabaq biz canlı yayım etmişdik. Allah hər birinizin canını sağ eləsin. Allah malınıza, kisənizə bərəkət versin inşallah. Biz pul yığdıq. 258 manat pul yığdıq və o avrada mənim hədiyyə bakəmdə yığıldı. Onunla hamısını birləşdirdik. Sağ olsun Layla xanım bazarlığımızı elədi, əziyyətimizi çəkdi, haqqını bizə halal etsin inşallah. Dəstəkçilərimiz oldu. Çox sağ olsun bizim Almaniyada Essen torpaqlarında yaşayan dağlı Həcə qardaşımız. Allah ömür versin, Həcəli qardaşımız. Allah səhi salamat eləsin, malına, mülkünə bərəkət versin. Bizim canlı bağlantıya da qoşuldu. Həmçinin eləcə də sosial media səhifəsinin admini Azər qardaşımız da qoşuldu, dəstək oldu. Allah canını səhi salamat eləsin, malına, mülkünə bərəkət versin inşallah. Semkanın ailəsi adından Zeyn adlı qardaşımız qoşuldu bizim canlı yayınma. Allah razı olsun. Onunla da həmsöhbət olduq. Xoş sözlər dedi, var olsun. Yəni və digər izləyicilər, sadə izləyicilər, bizim izləyicilərimiz. Hər birinizə dərin təşəkkürümü bildirirəm. Mən bu videonu YouTube kanalında da bir xatirə olaraq paylaşacağım. Pis görünəm də az olar. Adamın başına iş gələr, vəziyyətdən vəziyyət görər. Sadəcə mən buna bir arxiv kimi saxlayıram ki, Rövşən azadlığa çıxanda onun səsinə kim səs oldu, onun yanında kim oldu. Hərçənd ki, Rövşən, çöldəki Rövşən olanda onun sevənli, dostu, yaxını çox olur. Əsas içərdə Rövşən olanda kim var, kim yox, onu bilmək lazımdır. Buyurun, mən sizi videoyla baş-başa bıraxıram. İzləyək. Братья, по-любому. Спасибо вам, я вас никогда не забуду. Братуха, перестань. Ты чё? Клянусь. Я часто думал, что значит для меня это. Ведь дружба это не секта, не требуя проценты. Ведь туса это не стадо, и общество не стая. И то, что было давно, теперь архивы листаю. Ссоры были по зависти, были по ненависти. Пусть горят на вашей совести, на другой плоскости. А мне пора идти, мудрее будет молчать. Ну так с ума можно сойти. И я живу лишь вами, своими пацанами, прозрачными дворами, открытыми домами. Все будет хорошо, держаться нужно с нами. Цени друзей, что проверенные годами. Я и сам не безгрешен, признаю, перебирая врагов. Я подобен огню, то, что сейчас имею, от сердца ценю. Будем вместе, пока я живу. Брат без брата, друг без друга. На юга рвануть, а то тут мутит юга. Но что-то говорит, не оборвится круга. Все будет хорошо после того, как было туго. Брат без брата, да, друг без друга. На юга рвануть, а то тут мутит юга. Но что-то говорит, не оборвится круга. Все будет хорошо после того, как было туго. То ли друг, то ли враг, все равно сжал кулак. То ли бес попутал, или все не так. Оборачивайся, даже если сзади брат. За себя в ответе сам, если лезешь на канат. Но пока за дружбу давай, братан, по сотке накатим. За всех друзей, чем сможем, тем и отплатим. Они не любят людей, кого не любишь ты. С ними можно молчать и обсуждать мечты. Я хочу просто для них спеть. Две вещи разные, в них родственного нет. Стоять совсем не значит не лететь, но отомстить не значит не простить. А я для них стараюсь. И может быть кто-то вспомнит меня, когда будем пить. Друг тот, кого уважаешь и ненавидишь, но тем не менее слушаешь, в нем помощь видишь. Брат без брата, друг без друга. На юга рвануть, а то тут мутит юга. Но что-то говорит, не оборвится круга. Все будет хорошо после того, как было туго. Брат без брата, да, друг без друга. На юга рвануть, а то тут мутит юга. Но что-то говорит, не оборвится круга. Все будет хорошо после того, как было туго. And I remember how we used to play back in the day. Shit was all good when we used to motherfucking spray. It was that AK nigga, moving with an AK figure. Nigga, go figure, have a trigger. It's not an hour real, and now we friends still. We still doing the same, never kill. And every day, homie, gotta keep it real. You know that we used to steal, but nigga, we on the other bill, homie. We keep it real, homie. I'm about to chill, homie. You niggas real, homie. And Bax, bu sizin əsəriniz idi. Sağ olun ki, bizə bu cür dəstək oldunuz.
mən sadəcə istəmədim ki, bir xanım olaraq, yəni Layla xanıma belə bir çox yük düşsün. Sonra dayı da adını çəkmək istəmirəm, Rövşənin bir dənə dayısı var mənim üçün, mənim aləmimdə. İstəmədim onlara yük onların üstündə olsun. Bax belə. Bax belə. Hər şey üçün çox sağ olun dostlar. Həftənin şənbə günü bizim yenidən canlımız olacaq. Bakı vaxtı ilə 22:00-da. İşlərimlə əlaqədar mən yalnız həftədə bir dəfə və yaxud 2 dəfə canlı yayım aça bilirəm. Yenə həftənin şənbə günü Rövşənə sovqat payı üçün bir canlımız olacaq. Mənim sadəcə xahişim budur ki, belə 2 həftədən bir ya 1 həftədən bir beləsinə yardım kampaniyalarımız olacaq. Hələ ki məhkəmənin vaxtına qədər bir balaca da olsa Rövşənə nəsə təmin eləyək. Ondan sonraki məsələləri yollaşacaq Allahın köməkliyi ilə. Bu vəkil, hüquqşünas xərci, müəyyən digər xərclər, ondan narahat olmayın. Hər şey qaydasındadır inşallah. Bir dənə bizə bu sovqat məsələsində bizə bir balaca köməyinizi, dəstəyinizi göstərsəz, həm Allah dərəcəsində Allah inşallah qəbul edər. Allah hamd verər bizi sağlıq qüdrətə xatirinə. Həm də ki, az da olsa yetimdir. Kimsəsizlərin kimsəsi də Allah. Allah hər birimizə kömək olsun. İnşallah həftənin şənbə günü Bakı vaxtı ilə 22:00-da bir daha görüşünüzə gələcəm. Canlı yayım olacaq. İstəsəz, kimin gücü nəyə çatır, duanız belə bizə kifayətdir. Vallahi. Yəni sözlə dəstək olmağınız belə, bir Allaha xatir bir duanız belə bizə hər şeydən önəmlidir. Ya Allah, salamat olun. Allah sizi bərqərar abad eləsin.